Bugün ölkənin bütün ümumi təhsil müəssisələrində son zəng çalındı və 2025-26-cı tədris ili başa çatdı. Bu il 116.550 məzun məktəblə vidalaşdı. Məzunların 55.954-ü qız, 60.596-sı isə oğlan şagirddir. İlk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdə yerləşən 11 məktəbdə də son zəng keçirildi. Həmin təhsil ocaqlarında 171 məzun məktəb illərinə əlvida dedi. Qeyd edək ki, iyunun 14-ü bazar gününə təsadüf etdiyindən bu ilki son zəng tədbirləri bir gün əvvəl təşkil olunub. Bugün bizim son zəngimizdir. Darıxacağıq həm dostlarım üçün, həm sinif yoldaşlarım üçün, həm xatirələr üçün. 1-ci sinifdən 11-ci sinifə qədər yaşanmış bütün xatirələr üçün əlbəttə ki, darıxacağıq. Bugün çox heyecanlı gündür bizim üçün, hamımız üçün. 11 il az vaxt deyil, bir yerdə oxumuşuq, bir yerdə böyümüşük, bir-birimizdən çox şey öyrənmişik, bir ailə olmuşuq artıq. Küssək də, barışsaq da, yaxşı günümüzdə, pis günümüzdə hər bir şey bir yerdə olmuşuq. Hamısına çox-çox təşəkkür edirəm, hamısına ayrı-ayrı sevirəm. Bizim sinifdə 36 nəfər var. Mən onların hər birini təbrik edirəm, onlara uğurlar arzulayıram. Mən düşünürəm ki, biz necə ki, onları unutmayacağıq, onlar da bizi unutmayacaq. İnşallah həmişə doğma məktəbi və müəllimlərini xatırlayacaqlar. İnşallah ki, hamısının yolu açıqdır.